alacağam. Mən bankla bağlı daha çox öyrənmək üçün atam Rövşəndə müsahibə aldım. Salam ata. Salam kızım. Salam xanım. Salam. Biz təhsil cümlinin əməkdaşlarıyıq. Bizə müsahibə verə bilərsiniz. Əlbəttə. Zəhmət olmasa özünüzü təqdim edin. Günel Əhmədova. Məktəbə gedən balaca. Sən şagird olanda hansı fəni sevirdin? Bugünkü mövzumuz məktəb haqqındadır. Ən böyük arzun nədir? Sizə ən çox nə sevindirir? Mövzumuz olimpiyadalar haqqındadır. Hansı olimpiyadalarda iştirak etmisiniz? Tamam. Almaniyada yaşamaq necədir? Bugün mən xalanla müsahibə götürəcəm. Müsahibənin mövzusu uşaqların gigiyena qaydalarına əməl etməsi haqqındadır. Özünüzü təqdim edin. Salam. Salam. Mən Ömər Əli. Bugün səndən ümumi mövzudan bəzi suallara cavab verməyi istəyirəm. Müsahibə tərəfdə olan hərbi jurnalist 1-ci Qarabağ müharibəsi veteranı həm də nələr əla da umudludur. Niyə hərbi jurnalist olmaq istəyirsən? Ona görə ki, Mənim adım Dadaşzadə Mədinədir. Zəhmət olmasa özünüzü təqdim edin. Mən Dadaşov Zabir Ziyadoğlu, 1987. Sən yoxdur. Mənim bacım olduğun üçün xoşbəxtsən? Əlbəttə ki, xoşbəxtəm. Yaxşıdır ki, Bugünkü qonağım 287 saylı məktəbin 2-ci sinif şagirdi Gülay Fərədzadədir. Görək Gülay xanım bizə hansı suallar ünvanlayır. Özünüzü təqdim edin. Mən 112 Fövqəladə Hallar Nazirliyi 112 qaynar xətt. Bugün Qida Təhlükəsizliyinə Agentliyinin şöbə müdiri Mansur Piyevdən müsahibə alacağım. İlk sualım belədir. Salam. Mən müsahibənin qardaşım Fəriddən götürürəm. İstəyirəm ki, onun iştirak etdiyi olimpiyadalar, yarışlar barədə fikirlərini öyrənək. Özünüzü tanıyın. Bu işin üstünlükləri nədir? Bu işin üstünlükləri ondan ibarətdir ki, biz öz peşəkarlığımızla, öz işimizi layiqincə yerinə yetirməklə Bəs siz təhlükəli əşya aşkar etdiyiniz zaman nə edərsiniz? Təhlükəli əşya aşkar etdiyimiz zaman sərnişinin üzərinə və onun